Qardaş, istəyirsən namaz qıl, istəyirsən qılma. O sən şəxsi işin deyilsən, bilərsən, səni yaradan Allah bilər. Mənə sual verirsən, mən də sənə cavab verirəm ki, mən namaz qılıram, ibadət edirəm, Quran oxuyuram və Allahın əmrlərinə sığınmışam və Allaha iman gətirmişəm və Allaha da dua edirəm ki, ha vaxtsa necə ki bilmədən yaranmışam, bilmədən də mən öləndə Allah məni cənnətə nəsib eləsin. Mən Allahdan bunu istəyirəm. Bunu da Allah bizə əmr edir ki, mənə kim dua edirsə, məndən kim nə istəyirsə, səcdə vəziyyətində istəsin, ibadətdə istəsin, namaz vaxtı istəsin. Qayda qanunları Allah bizə Quran-ı Kərimdə göndərir. Biz də Quran oxuyuruq və Allahın əmrlərinə tabi oluruq. Gündə 5 fərz namazımızı qılırıq və müsəlman necə olmalıdır? Peyğəmbərimiz bizə hansı yolu göstərib, o yolunda biz yaşayırıq, qardaş. Və bildiyimizə görə də ibadət olunan yerdə, Allahın adı çəkilən yerdə, əzan verilən yerdə, dualar olunan yerdə şeytan olmaz, şeytan qaçar. Və biz o yerlərə çox-çox tez-tez gedirik, şeytandan uzaq olaq deyə. Hər addımda şeytan bizim böhrümüzdə gəzir. Hər addımda şeytan bizi azdırmağa çalışır. Biz də hər addımda ibadətdəyik, hər addımda dualar edirik, Allahın adını çəkirik, Allahı xatırlayırıq və Allahdan kömək istəyir ki, bizi şeytandan uzaqlaşdırsın. Biz işimiz budur. Və biz insanlara da, qardaşlara, dostlara dəvət edirik ki, əgər istəyirsinizsə, Allah sizlə dost olsun, Allah tərəfə gəlin. Elə bir ki, imtihana düşmüsən, müəllim gətirib imtihanın cavablarını qoyur sənin qarşına, sənə deyir ki, əziyyət çəkmədən, axtarmadan, aramadan cavablar gözünün qabağındadır. Üzünə oxu, yaz, qiymətini al, keç. Da sən onu özünə oxuya bilmirsənsə, oxumursansa, yazmırsansa, bil ki, nə gündəsən. Da sən bilərsən, yenə deyirəm, Allahın bilsin. Vəssalam. Allah səni yaradır, sənə ağıl verir. Eyni də bizi yaradır, bizə ağıl verir. İndi bax, görsən hansı yoldasan, hansı ağıla qulluq edirsən. Bu dünyada iki yol var. Allahın yolu, şeytanın yolu. Gör hansı yolda dayanmışsan. O yolu düşün, dərk elə, özünə günahla. Bax, budur, mənim sənə sözüm budur. Bir qardaş kimi, bir dost kimi, bir müəllim kimi, mənim sözüm sənə budur. Sualıma belə cavab verirsən ki, Allah qoysa namaz qılacam, bir-iki dənə işim var, onu görüm, namaz qılaram. Sonra deyirsən ki, evim də olacaq, Allah qoysa, ev də alaram, namaz qılaram. Mən belə başa düşürəm ki, sən deyirsən ki, bütün problemlərim həll olunsun, sonra namaz qılım. Deməli, belə çıxır ki, sən Allaha deyirsən ki, mənim problemlərimi düzəlt və mənə də ev nəsib elə, mən sənə ibadət edeyim. Deməli, Allahın qarşısına şərt qoyursan da sən. Bu, şərt qoymaq deməkdir də bu. Sən utanmırsan, Allahın qarşısına belə şərt qoyursan. Sən ibadət edib şükürlər Allaha deməkdən ki, məni yaratmısan. Sən Allahın qarşısına şərt qoyursan. Bu şərt qoyunca ilə dizlərini qoyur, dua elə də Allaha. Axı 2 dəqiqə namaz qılmaq, ibadət eləmək nə böyük bir işdir sənin üçün. Gör, şeytan səni nə günə salır, qardaş. Sən əminsən ki, oturub gözləyərsən, evin eşiyin olacaq, hər bir şeyin olacaq, hər bir arzularına çatacaqsan, sonra namaz qılasan. O günlərə qədər sən əminsən ki, namaz sənə nəsib olacaq. Bəlkə sən elə bir aydan sonra dünyanı dəyişdin, bəlkə bir ildən sonra dünyanı dəyişdin, bəlkə elə səhər dünyanı dəyişdin. Bax, səni belə arxaya salan şeytandır. Bax, tək səni yox, bütün insanları belə şeytan arxaya salır. Nəyə görə? Hasand olaraq Allahdan bütün bəndələri uzaqlaşdırsın. Şeytanın öz işi odur, vəzifəsi odur. Hər yollara əl atır ki, insanı azdırsın. Allah deyir ki, səni yaratdım, mənə ibadət elə, məndən istə hər şeyi mən verim. Sən istə ki, Allah versin. Sən Allahdan istə ki, Allah sənə kömək olsun. Və sənin dualarını eşitsin, istəyini versin. Hansı istəyin varsa verəcək, hansı istəyin varsa ola bilsin ki, verməsin. Ən düzgün Allah bilir. Elə istək var ki, onu sən istəyərsən, onun arxasında olan bəlanı görməzsən. O zaman şükürlər olsun Allaha deyilən. Üsyan eləmə. Çünki Allah o istədiyini verər, onun daldakı bəlada səni tutar, təzən Allahdan üsyan eləmiş olarsan ki, məni bəliyə saldın.
Bizi bizdən də çox sevən Allahdır. O bilir necə yaradıb bizi və bizim taleyimiz necə olacağını da öncədən bilir və qismətimizdə bilir ki, bizə nə qədər qisməti verəcək, bizə nə qədər istəyimizi verəcək. Ən düzgünü Allah bilir. Allaha sığın və hər adımında da şükürlər olsun Allaha deyin. Əgər belə bir xəbər gəlsəydi, desəydilər ki, bugün insanların son günüdür, artıq axirət başlayır. Sən yenə də indiyənə qədər gəzdiyin kimi gəzərdin, dolaşardın, ibadətsiz, namazsız. Yenə elə gəzərdin. Mən elə gəlib qaçardın, tez səcdiyə gedərdin və Allaha yalvarardın. Onda da gec olmuş olur. Bil ki, artıq o dualar keçməyəcək. Və keçməz də. Çünki Allah bunu bizə öncədən xəbər verib.